ברוכים הבאים לישראל, אנחנו בעלי הבית. İndi çoxları deyə bilər ki, burada nə baş verir? Nə olur burada? İnsanlar burada niyə işgəncələrə məruz qalıb? Mən sizə qoy izah edeyim. Əvvəla deyim ki, bu videoda gördüyünüz işgəncələrə məruz qalmış insanlar bu dünyada cənnəti qazanmış, Allah tərəfindən cənnəti qazanmış insanlardır. Bəli. Və bu insanların çoxsu müsəlman deyil, amma cənnəti qazanıblar. Bilirsiniz niyə? Çünki bu insanlar haqsızlığa, zülmə, İsrail, bəşəriyyətin düşməni olan İsrailin etdiyi zülmlərə, Fələstində törətdiyi qırğınlara səssiz qalmaq istəmirlər. Global Sumud Flotilla adlı bir təşəbbüs nəticəsində təxminən 50-yə yaxın gəmi ilə birlikdə dünyanın müxtəlif ölkələrindən, onların içində tanınmış və sadə insanlar da daxil 430 insan həmin bu Flotilla Sumud gəmiləri vasitəsilə İsrailə yardım məqsədi ilə dəniz sularında səfərə çıxmışdılar və bundan öncə də dəfələrlə baş verdi və terrorist İsrail ordusunun IDF terror təşkilatı onların qarşısını kəsmişdi. Burada da həmin hadisə yenə də baş verdi. Həmin bu 430 demək aktivizm məqsədi nə idi? Məqsədi sadəcə Qəzzada bilirsiniz ki, terrorist İsrail öldürdüyünü bir 70 min, 80 min insanı içində uşaq, qoca, yaşlı, hamilə daxil hamını öldürdü. 70 min, təkcə 20 min uşağı öldürdü Fələstində və orada qalan, yerdə qalan insanları da azlıqla, xəstəliklə öldürməyə çalışırlar. Bu, həmin Global Flotilla gəmisində olan insanların məqsədi isə həmin gəmidə ərzaq, qida, dərman və digər texniki vasitələrlə insanlara kömək aparmaq məqsədi daşıyırdı onların. Amma nə baş verdi? İsrailin o terrorist naziri Ben Grevin həmin bu aktivistləri saxladılar. Təbii ki, qoymadılar Qəzzaya daxil olmasına və terrorist İsrail ordusu həmin bu aktivistləri girov götürdülər, həbs elədilər və həmin həbsdə olan insanların bir neçəsinin mən çıxışını dinlədim. Hətta qadının bir çıxışını, İsveçrəli bir qadının çıxışını izlədim mən. Həm də məşhur bir sənətçidir, İsveçrənin xalq artistidir. Deyir ki, orada qadınlara demək cinsi təcavüz edirlər. İsrail ordusunun əskərləri, kişilərin isə cinsi orqanından tok verirlər, vəhşicəsinə döyürlər. Hətta döyülmə nəticəsində bir neçə aktivistin qabırğaları sındırılıb və bədəninin digər nahiyələri sındırılıbdır. Bəli, İsrail budur, Azərbaycan xalqı. Və bu gün çox təəssüflər olsun ki, Azərbaycanda İsrail özünə dost qardaş hesab eləyənlər var. Bu 400 dənə həmin bu aktivistin məqsədi sadəcə və sadəcə oraya qida, dərman ləvazimatları, paltar, yəni bu tipli insanlara yardım aparmaq məqsədi ilə onlar yola çıxmışlar. Terrorist İsrail ordusu isə onları həbs elədi, işgəncələrə məruz qoydu. Mən niyə görə videonun əvvəlində deyirəm ki, cənnəti qazanıblar? Çünki bugün biz Azərbaycan müsəlman ölkəsi olaraq biz İsrailə dost qardaş deyirik. Aydın məsələdir ki, bu İsrailin müsəlman qardaşlarımıza qarşı törətdiyi bu terrorda şəxsən Azərbaycanın əli qana batıbdır. Şəxsən İlham Əliyev bilirsiniz ki, Sokar terror təşkilatı İsrail ordusunun bütün yanacaq təminatını Azərbaycan benzini ilə, dizeli ilə həyata keçirilir Azərbaycan xalqı. Yəni bugün dünyada tanınmış aktivistlər bunu qeyd edir ki, Azərbaycan İsrailə nəinki dost qardaş, birbaşa Fələstindəki soyqırıma öz tövbəsini vermiş olur. Həqiqətən bu bir utandırıcı bir vəziyyətdir ki, mən şəxsən bir Azərbaycanlı olaraq utanıram ki, bugün 20 mindən çox uşaq öldürülür və uşaqların qanına batıb Azərbaycan adlı ölkə. Lənət olsun İsrailə. İsrail, mən dostlar, həqiqətən deyirəm, elə videolar var ki, mən onu göstərə bilmirəm sizə. Uşağın başı bədəninə ayrılıb, baş gedib sadəcə dəri sallanıb, qolu, malı, nə bilim, dəhşətli videolar var ki,
Bilirsiniz ki, YouTube, Instagram, digər sosial şəbəkələr hamısı sionizmə bağlıdır. Şeytan sionizmin kölələridir. Onlar heç vaxt imkan vermirlər ki, İsrailə qarşı hansısa bir onların törətdiyi cinayəti sən insanlara çatdırasan. Buna qətiyyən imkan vermirlər. Amma nə etmək olar? Mübarizəyə davam, qorxmadan, çəkinmədən siz də paylaşın dostlar. Yeri gəlmişkən mən buradan blogerlərə də çağırış eləyirəm. Başda Qabil Məmmədov olmaqla ki, İlham Əliyev devrilsin deyirsiniz. İlham Əliyevi bugün hakimiyyətdə saxlayan eləməz İsraildir. Bəli, İlham Əliyevin arxasında duran İsraildir. Ona görə birinci növbədə İsrailə qarşı mübarizə aparaq ki, İlham Əliyev, əgər İsrail bugün mövcud bu terrorist rejim rədd olub getsə, dünyada sülh ədalət olsa, müharibəsiz yeni bir həyata keçid etsək, onda diktator, İlham Əliyev kimi diktatorlar da rədd olub gedəcək. Niyə deyirəm? Çünki dünyadakı əsasən də İlham Əliyev kimi şərəfsizin arxasında İsrail dayanıb. Bunu unutmayın. Yaşasın azad Fələstin. Free Palestine, from the river to the sea, Palestine will be free. Free Palestine, free Gaza. Azərbaycan xalqı, məni izləyənlər, xahiş edirəm, paylaşın Fələstin məsələsi. Bu ərəb, müsəlman məsələsi deyil. Bu ən vacib insanlıq məsələdir. Orada uşaqlar ölür. O uşaqların yerinə öz balalarınızı təsəvvür edin. Öz balalarınızı onların yerinə qoyun. Yəni, düşünün ki, bu terrorist insanlıq düşməni İsrail orada acımadan, ürəyə ağrımadan, uf demədən əlində su daşıyan uşağın üstünə bomba tulluyur, dron tulluyur, tonlarla kiloluq dron tulluyur, üstünü parça-parça eləyir. Yoldan gedən uşağı snayperdən əyləncə üçün, bunu mən paylaşmışam Instagramda, Facebookda, əyləncə məqsədinlə, əylənmək üçün uşağı snayperlə başından vurub öldürür. Bunu İsrail eləyir. İnsanlığın düşməni. Bunu dünyada heç bir ölkə eləməz. Bunu ancaq İsrail eləyir. Ona görə deməyin, İsrail ermənilərə, nə bilim, Fələstin ermənilərə dəstək oldu, bizə dost qardaş oldu. Xeyr qardaş, dövr o artıq o dövr deyil. Orada soyqırım gedir. Allahın lənətlədiyi bir qövm İsrail bugün məqsədləri Mehdinin və İsa'nın tezliklə çıxışını nail olmaqçı. Onlar zühur eləsinlər. Bilmirəm, bu şeytani planları və bunun nəticəsində minlərlə, 10 minlərlə insan ölüb və ölməkdə də davam edir. Bəyənin, paylaşın. Yaşasın Fələstin. Free Palestine, Free Gaza. Xahiş edirəm hər kəsdən. Siz də paylaşın dostlar.